Sifətə aid növbəti test izahımız sifətin morfoloji xüsusiyyətləri, sifətin cümlədə rolu. Birinci sual. Hansı cümlədə altından xətt çəkilmiş söz sifətdir? A variantında dəri nə isimdir? Dəri çanta, necə çanta deyirik? Niyə necə çanta deyirik? Çünki bir qaydamız var ki, bir cümlədə iki isim yanaşı gəldikdə birinci isim ikinci ismi təyin edir. Yəni, dəri sözü burada sifət yox, isimdir. Amma cümlədə təyin vəzifəsindədir deyə biz ona necə sualını veririk. İsim olduğunu necə tapmaq olar? Həm ayrılıqda sual verərək tapa bilərik və yaxud da ki, sifətin özünə məxsus xüsusiyyətlərindən biri sifətin dərəcəsi olmağıdır. Məsələn, götürək dəri sözünü, ən dəri, ən duz, ən polad, ən daş demək olmaz. Çünki bunlar isimdir. İsimləri dərəcələrə görə dəyişdirə bilmərik. Amma sifət olsa, biz onu rahatlıqla dərəcələrə görə dəyişdirə bilərik. Cavabımız Y variantıdır. Y variantı qumral sifətdir, digərləri isə isimdir. İkinci sual. Cümlələrin birində sifətə yalnız hansı sualı vermək olar? Demək, sifətin ümumi sualları necə, nə cür hansı suallardır? Amma müəyyən sifətlər var ki, yalnız hansı sualına cavab verir. Bunu da necə təyin edirik? Dakı, dəki şəkilçisindən düzələnlər və ki şəkilçisindən düzələn sifətlər yalnız hansı sualına cavab verir. Yəni, bu tip sual qarşınıza çıxdıqda hansı sualına cavab vermək olar dedikdə, bütün sifətlərə baxmaqdansa, dakı və yaxud da ki, şəkilçili sifəti tapmaq lazımdır. Cavabımız B variantıdır. Sabah zərfindən sabahki sifət əmələ gəlib və yalnız hansı sualına cavab verir. Üçüncü sual. Hansı fikir səhvdir? Feildən sifət düzəltmək olur. Bəli. Məsələn, gülmək feilindən güləyən sifət əmələ gəlir. Düzdür. Sifətin azaltma dərəcəsini əmələ gətirmək üçün açıq sözündən də istifadə olunur. Bəli, açıq sözü sifətdən əvvəl işlənir və defislə yazılır, sifətin azaltma dərəcəsi əmələ gəlir. Sifət cümlənin xəbəri kimi işlənə bilir. Düzdür. Xırdaca sözü azaltma dərəcəsindədir. Bax, bu yanlış fikirdir. Çünki ca ədatı sifətə artırılırsa, çoxaltma dərəcəsi əmələ gətirmiş olur. İşlənmə yerinə görə sifət saya oxşuyur. Bəli, nə deməkdir bu? Sifət də, say da ismin əvvəlində gəlir. Məsələn, deyirəm, gözəl kitab, 5 kitab. İkisi də ismin əvvəlində gəlmiş oldu. Cavabımız D variantıdır. Dördüncü sual. Ürəyi açıq adam birləşməsindəki birinci sözün izahına aid səhvi müəyyən edin. Yəni, ürəyi açıq sözünü nəzərdə tutur, keyfiyyət bildirir. Bəli, bilirik ki, sifətlər əlamət və keyfiyyət bildirir. Əlamət dedikdə gözdən görə bildiyimiz xüsusiyyətlər, yəni zahiri xüsusiyyətlər nəzərdə tutulur. Keyfiyyət dedikdə isə daxili xüsusiyyətlər nəzərdə tutulur. Bir insanın ürəyi açıq olduğunu baxan kimi bilə bilmərik. Demək, nədir bu? Keyfiyyət bildirir. Düzdür. Mürəkkəbdir. Bəli, iki sözün birləşməsindən əmələ gəlib. Ürəyi və açıq sözləri. Öz ürəyi, mənsubiyyət şəkilçili isim və düzəltmə sifətin birləşməsindən əmələ gəlib. Necə, nə cür suallarından birinə cavab verir? Bəli, necə adam? İki düzəltmə sözün köməyi ilə yaranıb. Bu səhvdir. Burada düzəltmə olan açmaq feilindən açıq sifət əmələ gəlib. Ürəyi sözü sadə sözdür. Cavabımız D variantıdır. İkinci tərəfi feildən düzəlmişdir. Bəli, açmaq feilindən açıq sifəti düzəlir. Beşinci sual. Göztox adam birləşməsindəki birinci sözün izahına aid səhvi müəyyən edin. Necə, nə cür suallarından birinə cavab verir? Bəli, necə adam? Göztox adam. Mürəkkəb sifətdir. Bəli, iki sözün birləşməsindən əmələ gəlib mürəkkəb sifətdir. Birinci tərəfi təsirli hal şəkilçili isimdir. Xeyr. Gözü sözündəki ü mənsubiyyət şəkilçisidir. Öz gözü. Cavabımız C variantıdır. Keyfiyyət bildirir. Bəli, bir insanın gözü tox olduğunu baxan kimi bilə bilmərik. İkinci tərəfi sadə sözdür. Bəli, tox sadə sözdür. Altıncı sual. Bağçadakı güllər birləşməsindəki birinci sözün izahına aid səhvi müəyyənləşdirin. Demək, ilk öncə təhlil eləyək. Bağ ismindən bağça ismi, bağça ismindən bağçadakı sifətə əmələ gəlir. İsimdən düzələn sifətdir. Bəli, nə edirik? Axırıncı leksik şəkilçidən əvvələ baxırıq. Bağça ismindən bağçadakı sifəti düzəldir. Bu düzdür. 3 leksik şəkilçi qəbul edib, bu səhvdir. Çünki burada dakı yadda saxlayaq ki, bütöv şəkilçidir. Dakı şəkilçisini parçalamırıq. Hansı sualına cavab verir? Bəli, bayaq da qeyd elədik ki, dakı şəkilçisi hansı sualına cavab verir? Düzəltmə sifətdir. Bəli, tərkibində leksik şəkilçisi var, düzəltmə sifətdir.
Bağ sözün köküdür. Bu da düzgün fikirdir. Cavabımız olur B variantı. 7-ci sual. Çoxdankı hadisə birləşməsində birinci tərəfin izahına aid səhvi müəyyən edin. Çox sayından çoxdan zərfi, çoxdan zərfindən çoxdankı sifətə əmələ gəlir. Saydan düzəlb, elə səhv fikir budur. Sözün nədən əmələ gəldiyini bilmək üçün axırıncı leksik şəkilçidən əvvələ baxırıq. Burada çox sayından yox, çoxdan zərfindən əmələ gəlib. Çox sözün köküdür, saydır. Amma söz çoxdan zərfindən əmələ gəlibdir. Düzəltmə sifətli, bəli. Hansı sualına cavab verir? Bəli. Kir şəkilçisindən düzələnlər hansı sualına cavab verir? Adi dərəcədədir. Bəli. 2 leksik şəkilçi qəbul edib. Bu da düzgündür. Cavabımız olur A variantı. 8-ci sual. Bu dünənki söhbətin davamıdır nümunəsində altından xətt çəkilmiş sözün qrammatik təhlili ilə bağlı fikirlərdən biri səhvdir. Dünən zərfindən dünənki sifət əmələ gəlibdir. Kök leksik sxeminə uyğundur. Bu düz. Zaman zərfidir. Bax, bu səhvdir. Sözün kökü dünən zaman zərfidir. Amma dünənki nədir? Sifətdir. İsmə aiddir. Bəli. Yəni, dünənki sözü söhbət isminə aiddir. Sintaktik vəzifəsi təyindir. Bəli. Hansı söhbət? Hansı sualına cavab verir? Düzdür. Cavabımız B variantıdır. Ağır tərpənişli sifətinin xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin. Birinci tərəfi sadə sifətdir. Bəli. Ağır sadə sifətdir. İkinci tərəfi feildən düzəlmiş sifətdir. Tərpənmək feilindən tərpəniş ismi, tərpəniş ismindən tərpənişli sifət əmələ gəlir. Demək, ikinci tərəfi feildən yox, tərpəniş ismindən düzələn sifətdir. Bu düzgündür. Müxtəlif mənalı sözlərin köməyi ilə əmələ gəlmişdir. Bəli. Və bitişik yazılıbsa söz demək, ya müxtəlif mənalı sözlərin birləşməsindən əmələ gəlir, ya da məsələn, ha, a, ba bitişdiricilərinin köməyi ilə əmələ gəlir. Tələsmədən iş görən adam mənasında işlənir. Düzgündür. Adi dərəcədədir. Düzgündür. Demək, cavabımız hansı oldu? Cavabımız B variantıdır. Qeydlədik, amma üstəgəl qoymuşuq. Tərpəniş ismindən, feildən yox, bu söz isimdən düzəldi. Tərpəniş ismindən düzəlibdir. 10-cu sual. Hansı cərgədə sifət təyin vəzifəsində işlənmişdir? Xainləri heç kim bağışlamaz. İlk öncə cümləni təhlil edək. Nə etməz? Bağışlamaz. Kim? Heç kim. Kimi? Xainləri. Burada sifətimiz xain sözüdür. İsmə aid cəm, təsirli kal şəkilçisi qəbul edilib və cümlədə tamamlıq vəzifəsində işlənir. O daha bacarıqlıdır. Necədir? Bacarıqlıdır. Kim o? Burada bacarıqlı sözü sifətdir. Xəbərlik şəkilçisi qəbul edilib. Üçüncü şəxsin təkinə aid xəbərlik şəkilçisi qəbul edilib. Cümlədə xəbər vəzifəsindədir. Asif savadlı tələbədir. Tələbədir. Kim Asif? Necə tələbədir? Savadlı. Burada demək, savadlı sözü sifətdir və cümlədə təyin vəzifəsindədir. Demək, cavabımız C variantıdır. Zaldakılar sakit oturmuşdular. Oturmuşdular. Kim? Zaldakılar. Necə oturmuşdular? Sakit. Demək, zaldakı sifətdir. İsmə aid cəm şəkilçisi qəbul edib, mübtəda vəzifəsində çıxış edib. Biz fədakarlarla fəxr edirik. Nə edirik? Fəxr edirik. Kim biz? Kim ilə? Fədakarlarla. Fədakar sifətdir və burada tamamlıq vəzifəsində işlənibdir. Cavabımız C variantı oldu. 11-ci sual. Sifətə aid cəhətlərdən biri saya aid edilə bilməz. Sifətə aid cəhətlərindən biri saya aid edilə bilməz. İsimdən əvvəl işlənməsi. Sifət də isimdən əvvəl işlənir, say da isimdən əvvəl işlənir. Məsələn, bir kitab. İsimdən əvvəl işlənir. Bizə aid edilə bilməz deyir. Demək, cavabımız A deyil. İsimlərdən və feillərdən düzəlməsi. Elə cavabımız B-dir. Sifət isimlərdən və feillərdən düzəlir. Amma say əsasən elə sayın özündən düzəlir. Demək olar ki, başqa nitq hissələrindən düzəlmir. Bir neçə istisna sözlər var. Əvvəlinci, axırıncı, sonuncu, filanıncı. Bu sözlər. Demək, saydan yox, başqa nitq hissələrindən düzəlir. Amma yerdə qalanlar elə sayın özündən düzəlir. İsmə aid şəkilçilər qəbul etməsi. Bəli, ikisinə də aid xüsusiyyətdir, ikisi də isimləşir. İsimlə bağlı olması, bəli. Yəni, özündən sonra ismin gəlməsi elə isimlə bağlı olmaq deməkdir. Cümlədə əsasən təyin olması bu da aiddir. Demək, cavabımız olur B variantı. 12. Sifətlərin cümlədəki rolunu müəyyən edin.
Yəni hansı cümlə üzvü vəzifəsində işlənməyini tapmalıyıq. Xeyirxah əməllər, nəcib işlər heç vaxt unudulmaz. Unudulmaz nə əməllər, nə işlər. Necə əməllər, xeyirxah əməllər. Necə işlər, nəcib işlər. Nə vaxt unudulmaz, heç vaxt unudulmaz. Burada demək, xeyirxah və nəcib sözləri sifətdir, təyin vəzifəsində işlənib. Cavabımız olur A variantı. 13. Gözlük adamdan xoşum gəlir cümləsində sifətlə bağlı səhvi müəyyən edin. Gözü tox. İki müxtəlif sözün birləşməsindən əmələ gəlib. Bəli, göz və tox sözlərinin birləşməsindən əmələ gəlib. Birinci tərəfi mənsubiyyət şəkilçili isim. Bəli, öz gözü. İkinci tərəfi sadə sifətdir. Bəli. Mənasına görə keyfiyyət bildirir. Bəli, gözdən görmürük. Nədir? Keyfiyyətdir. Bir düzəltmə bir sadə sözün köməyi ilə əmələ gəlmişdir. Bu yanlış fikirdir. İkisi də sadədir. Gözü sözündəki ü mənsubiyyət şəkilçisidir. Tox da yenə sadə sözdür. Quruluşuna görə mürəkkəbdir. Doğru fikirdir. Cavabımız D variantı olur. 14. Cümlələrin birində sadə sifət xəbər vəzifəsindədir. Bu kitab çox maraqlıdır. Necədir? Maraqlıdır. Burada xəbərimiz düzəltmə sifətdən ifadə olunub. Havalar necədir? Soyuqdur. Burada da xəbərimiz düzəltmə sifətdən ifadə olunub. Bu yollar necədir? Kələk ötürdü. Xəbərimiz mürəkkəb sifətdən ifadə olunub. O necədir? Xeyirxahdır. Xəbərimiz düzəltmə sifətdən ifadə olunub. Mən sənin qəlbə çalmağına necəyəm? Şadam. Xəbərimiz sadə sifətdən ifadə olunub. Cavabımız olur Y variantı. 15. Cümlələrin birində düzəltmə sifət xəbər vəzifəsindədir. Bu görüş rəsmidir. Necədir? Rəsmidir. Xəbərimiz sadə sifətdən ifadə olunub. Həyat gündən-günə nə edir? Gözəlləşir. Burada xəbərimiz feildən ifadə olunub. Bugün hava çox yaxşıdır. Necədir? Yaxşıdır. Xəbərimiz sadə sifətdən ifadə olunub. Dediklərin doğrudur. Necədir? Doğrudur. Xəbərimiz yenə sadə sifətdən ifadə olunub. Bu məsələdə sən haqlısan. Haqq ismindən haqlı sifətə əmələ gəlir. Cavabımız olur Y variantı. 16. Hansı cümlədə sifət təyin vəzifəsindədir? Yenə cümləni təhlil eləyək. O necə də Polad biləklidir. Biləklidir xəbər. Kim o? Necə də köməkçinin hissəsi təhlil olunmur. Necə biləklidir? Polad biləklidir. Bu cümlədə təyinimiz isimlə ifadə olunub. Yəni Polad sözü sifət deyil, isimdir. Oğlanın üzü, əlləri qapqara, saçı isə qıvrım idi. Burada qapqara idi. Yəni idi ixtisar olunub. Qapqara idi. Nə? Oğlanın üzü, əlləri. Necə idi? Qıvrım idi. Nə? Saçı. Sifət burada demək qapqara, qıvrım xəbər vəzifəsindədir. Ortalığa gümüşü camlarda şərbət gətirdilər. Gətirdilər. Haraya? Ortalığa. Nədə gətirdilər? Camlarda. Necə camlarda? Gümüşü camlarda. Nəyə gətirdilər? Şərbəti. C variantında demək, gümüşü sözü nədir? Sifətli təyin vəzifəsindədir. Eləcə gümüş olsaydı biz onu götürərdik isim. Gümüş isimdir. Amma gümüş ismindən gümüşü sifəti əmələ gələ bilir. Ona görə də cavabımız olur C variantı. Döyüşçülər həsrətlə hücuma keçdilər. Daha doğrusu cəsarətlə hücuma keçdilər. Hücuma keçdilər. Xəbər, kim döyüşçülər mübtəda, necə cəsarətlə. Burada heç təyin yoxdur. Aşpaz taxta qaşıqları şaqqıldada oxumağa başladı. Başladı kim aşpaz? Nəyə başladı? Oxumağa. Necə başladı? Qaşıqları şaqqıldada hansı qaşıqları? Taxta qaşıqları. Demək cavabımız oldu C variantı. 17. Hansı cümlədə sifət təyin vəzifəsindədir? Məktəbli qız çox hazır cavab idi. Necə idi? Hazır cavab idi. Xəbər, kim qız? Hansı qız? Məktəbli qız. A variantında demək, təyinimiz sifətdən yox, isimlə ifadə olunub. Yəni məktəbli sözü isimdir. A variantında hazır cavab sözü sifətdir, amma xəbər vəzifəsində işlənib. Çox soyuq su içmək xəstəliyə səbəb ola bilər. Səbəb ola bilər. Nə? Su içmək. Su içmək. Burada soyuq sözündə soyuq su içmək bütöv götürürük. Çünki içmək məstərdir. Özündən əvvəlki sözləri özünə tabe eləyir. Tərkib əmələ gətirir. Çoxu götürmürük. Çünki çox burada ədaddır.
Çox əgər sifətin əvvəlində işlənirsə ədat olur. Nəyə səbəb olar? Xəstəliyə. Bu da tamamlıqdır. Demək, burada soyuq sözü sifət idi, amma təyin vəzifəsində işlənmədi. Birləşmə daxilində işləndi. Ədibin yeni romanı tarixi mövzuya həsr olunmuşdu. Həsr olunmuşdu. Nə? Ədibin yeni romanı nəyə? Mövzuya, hansı mövzuya? Tarixi mövzuya. Demək, C variantında tarix sözü sifətdir və sifət də təyin vəzifəsindədir. Ehtiyat igidin yaraşığıdır. İgidin yaraşığıdır. Nə ehtiyat? Burada igid sifətdir, amma birləşmə daxilindədir. Yamanlar yaxşını həmişə danır. Danır. Kim? Yamanlar. Kimi? Yaxşını. Nə zaman? Həmişə. Cavabımız demək olur C variantı. Daxili təmizlik və vicdani saflıq insan üçün böyük vüqardır. Cümləsində işarələnmiş sözlərdən bağlı səhvi müəyyən edin. Demək, işarələnmiş sözlər. Vicdan ismindən vicdani sifət əmələ gəlib, böyümək feilindən böyük sifət əmələ gəlib. Hər ikisi isimdən düzəlmişdir. Elə bu fikir səhvdir, çünki qeyd elədik. Vicdani vicdan ismindən, böyük sözü isə böyümək feilindən düzəlib. İkisi də sifətdir, düzdür. Hər ikisi düzəltmədir, düzdür. Hər ikisi adi dərəcədədir. Hər ikisi isma aiddir. Yəni, vicdani sözü saflıq sözündən əlaqədardır. Böyük söz də vüqar sözündən əlaqədardır. Cavabımız olur A variantı. 19. Od kimi istiqanlı sel tək dəliqanlıyam, həyat qədər qədiməm, torpaq qədər şanlıyam. Nümunədəki sifətlər haqqında verilənlərdən biri yanlışdır. Demək, sifətlər qeyd eləyək. İstiqanlı, dəliqanlı, qədim, şanlı. Hamısı adi dərəcədədir. Bəli. Hamısı xəbər vəzifəsindədir. Od kimi necəyəm, istiqanlıyam, dəliqanlıyam, qədiməm, şanlıyam. Bəli, hamısı xəbərdir. Quruluşca sadə, məsələn, sadə, qədim. Düzəltmə şandan şanla belə gəlir. Düzəltmə istiqanlı, dəliqanlı mürəkkəbdir, düzdür. Hamısı keyfiyyət bildirir. İstiqanlı, dəliqanlı, qədim, şanlı. Hamısı demək deyir, keyfiyyət bildirir. Bəli, yəni ki, görmürük də bunları. Birinci misradakı sifətlər sinonimdir. İstiqanlıdan dəliqanlıya sinonim deyə bilmərik. Ona görə cavabımız olmalıdır Y variantı. 20-ci sual. Sifət haqqında verilənlərdən biri doğrudur. Dərəcə əlamətləri MPRS samitlərinin artırılması ilə formalaşan sifətlərdə vurğu sonuncu hecəyə düşür. Bu səhv fikirdir. Məsələn, götürək sapsarı. Sapsarı demirik, sapsar deyirik. Əksinə, bu MPRS samitlərindən formalaşdıqda vurğu ilk hecanın üzərinə düşür. Çoxaltma dərəcəsində tünc sözü sifətə bitişik, dümsə defislə yazılır. Səhv fikirdir. Tünc sözü defislə, dümsə bitişik yazılır. Kiçik körpə sözləri azaltma dərəcəsindədir. Səhvdir. Kiçik körpə sözlərinin üzərində dərəcəyə aid heç bir xüsusiyyət yoxdur. Demək ki, adi dərəcədədir. Zorbaca çoxaltmaq, xırdaca isə azaltma dərəcəsindədir. Səhvdir. İkisi də çoxaltma dərəcəsindədir. Sifətin üzərinə ca ədatı artırırıqsa, o çoxaltma dərəcəsində işlənmiş olur. Şəhərdəki indiki tipli sifətlər sualına görə digərlərindən fərqlənir. Bəli, bu doğru fikirdir. Bayaq da qeyd eləmişdik ki, dakı kir şəkilçisi yalnız hansı sualına cavab verir. 21. Sifət haqqında verilənlərdən biri səhvdir. Yağlı və yağsız sözləri antonim sifət deyil. Bəli, antonim sözlər bir-birinə əks olan sözlərdir. Antonim sözlərdə kök eyni olmamalıdır. Burada isə yağ nədir? Eynidir. Olmaz. Açıq ala sözlərlə sifət arasında defis işarəsi qoyulur. Bəli, doğru fikirdir. Adi dərəcənin şəkli əlaməti yoxdur. Yəni, heç bir xüsusi şəkilçisi yoxdur. Təhər kəm sözləri sifətə bitişik yazılır. Demək, təhər və kəm sözləri. Bəli, sarı təhər, kəmşirin. Düzgün fikirdir. Sadə sifətlərin hamısı bütün müqayisə dərəcələrində işlənə bilir. Bu yanlışdır. Məsələn, götürək tibbi sözü. Tibbi sözünü hər hansı bir dərəcədə işlədə bilmərik. Tibbi indi oldu düzəltmə, amma ümumilikdə götürəndə adi, yəni sadə sözlərin hamısı işlənməlidir deyə bir qaydamız yoxdur. 22. Sual işarəsinin yerinə yazılası söz hansı cümlədədir? Mübtədadır. Gəlin, bax, bu mübtədadır. Fikrinə əsasən cümləmizi təhlil eləyək, mübtədalar tapaq. Lazımdır, nə lazımdır? Qayğı. A variantında qayğı sözü mübtədadır.
Yaralılar hospitalda müalicə olundular. Müalicə olundular. Kim yaralılar? Sarışın qız bağçaya yaxınlaşdı. Yaxınlaşdı kim qız? Gözəl görünər. Görünər kim gözəl? Bürünər kim çirkin? Yaşlıları gülər üzlə qarşıladıq. Burada ümumiyyətlə mübtədamız yoxdur. Çünki qarşıladıq kim biz? Demək ki, variantını çıxdıq. Sifətdir. Qayğı isimdir. Yaralı sifətdir. Gözəl sifətdir. Qız da isimdir. Demək, burada ismin xüsusiyyətini daşıyır. Bəli, İsmail baxın cəm şəkilçisi qəbul edib. Gözəl söz də sifətdir. Amma burada bizdən həm də istəyir ki, düzəltmə olsun. Yaralı sözündə yarmaq feilindən yara ismindən yaralı sifət əmələ gəlir. Yəni düzəltmədir. Cavabımız B variantıdır. 23. Cümlələrdəki sifətlərin sintaktik vəzifəsini ardıcıllıqla müəyyən edin. Yəni hansı cümlə üzvləri vəzifəsində işlənməyini müəyyən etməliyik. Onun yazdığı məktublardan bixəbər idi. Necə idi? Bixəbər idi. Birinci cümlədə bixəbər sözü sifətdir və cümlədə təyin xəbər vəzifəsində işlənir. Xəbər. Qardaşım Arif qoçaq oğlandı. Necə oğlandı? Qoçaq oğlandı. İkinci cümlədə qoçaq sözü sifətdir və təyin vəzifəsində işlənir. Balacalar bağçanın həyətində həvəslə oynayırdılar. Kim balacalar? Balaca sözü sifətdir, cümlədə mübtəda vəzifəsindədir. Cavabımız olur Y variantı. 24. Gah sağa, gah sola üz döndərərək bizi çox çaşdırır dolaşıq yollar. Nümunəsindəki dolaşıq sözünün morfoloji xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin. Necə, nə cür, hansı suallarından birinə cavab verir? Bəli, necə yol, dolaşıq yol. Bu düzdür. Düzəltmə sözdür. Dolaşmaq, dolaşıq. Bəli, düzəltmədir. Feildən düzəlib. Bəli, dolaşmaq feilindən düzəlib. Düzdür. Sözdə həm qrammatik, həm də leksik şəkilçi işlənmişdir. Xeyr, səhvdir. Bu sözdə qrammatik şəkilçi yoxdur. Leksik şəkilçi var. Adi dərəcədədir. Bu da düzdür. Cavabımız D variantı olur. 25. Nümunədəki sifətlərin təhlili ilə bağlı səhvi müəyyən edin. İlk öncə sifətləri seçək. Demək, sifətlərimiz burada gül üzlü, şehli, canlı, gözəldir, şirindir, gözəldir. Bu sözlər demək nədir? Bu sözlər sifətdir. Sonuncu misradakı sifətlər ismin xüsusiyyətini daşıyır. Yaşamaq necədir? Şirindir. Necədir? Gözəldir. Elə səhv fikir budur. Niyə? Sifət əgər ismin xüsusiyyətini daşıyırsa, ismin sualına cavab verməlidir. Biz burada necədir? Şirindir. Necədir? Gözəldir. Sifətin sualını verdik. Demək ki, isimləşməyib. Birinci misradakı mürəkkəb sifət sadə və düzəltmə sözün birləşməsindən yaranmışdır. Gül və üzlü. Bəli, gül sadə, üzdən üzlü əmələ gəlir, düzəltmədir. Bu düz. Nümunədə sadə sifətlər işlənmişdir. Məsələn, şirin, gözəl sözlər sadədir, düzdür. Düzəltmə sifətlər isimdən yaranmışdır. Şeyh ismindən şeyhli sifəti, can ismindən canlı sifəti əmələ gəlir. Hamısı adi dərəcədədir, bu da düzgündür. Cavabımız olur A variantı. 26. Nümunədəki sifətlərin təhlili ilə bağlı səhvi müəyyən edin. Yenə sifətlər seçək. Gül üzlü, şeyhli, canlı, gözəldir, şirindir və gözəldir. İndi səhv istəyir. Birinci misrada sadə və düzəltmə sözün birləşməsindən yaranan mürəkkəb sifət. Gül üzlü, bu düzdür. Birinci və ikinci misradakı sifətlər ismin xüsusiyyətini daşıyır. Səhvdir. Məsələn, gül üzlü çəmən. Necə çəmən? İsmin xüsusiyyətini daşımadı. İsmin xüsusiyyətini daşısaydı, ismin sualına cavab verməli idi. Nümunədəki düzəltmə sifətlər isimdən yaranmışdı. Bəli, düzgün fikirdir. Xəbərlər sifətlə ifadə olmuşdur. Bəli, necədir? Şirindir. Necədir? Gözəldir. Düzgündür. Nümunədə 3 sadə sifət işlənmişdir. Demək, burada gözəldir, şirindir və gözəldir. Cavabımız olur B variantı. 27. Nümunədəki sifətlərdən bağlı səhv fikir hansıdır? Dağların zirvəsi ağa bürünür, yaşıl quzeylərdən duman sürünür. Qəlbimdən bu yerə yollar görünür. Sifətləri istəyir. Bizdən sifətləri seçək. Ağa, yaşıl, gözəlsiniz. Sifətlərimiz bunlardır. Birinci və ikinci misradakı sifətlər əlamət bildirir. Yəni gözdən görünür. Ağı görə bilərik, yaşlı görə bilərik. Bu düzdür.
Nümunədə 3 sifət işlənmişdi. Demək, ağ, yaşıl və gözəlsiniz. Bəli, 3 dənə sifət işlənibdir. Birinci misradakı sifət cümlənin tamamlığıdır. Bürünür nəyə? Ağa, bəli, yönlü çal şəkilçisi qəbul edib tamamlıq vəzifəsindədir. Birinci və 5-ci misralardakı sifətlər ismin xüsusiyyətini daşıyır. Ağa, yönlü çal şəkilçisi qəbul edib ismin xüsusiyyətini daşıyır. Amma gözəlsiniz ismin xüsusiyyətini daşımır. Gözəl sözün köküdür, siniz şəxs sonluğudur. Necəsiniz? Necə sualını veririksə, demək artıq ismin xüsusiyyətini daşımır. Cavabımız D variantıdır. 5-ci misradakı sifət xəbərli şəkilçisi qəbul etmişdir. Bu da düzgündür. 28. Nümunədə işlənmiş sifətlərdən bağlı doğru fikir hansıdır? Demək, yenə eyni sifətlərdir. Ağa, yaşıl, bir də gözəlsiniz. Sifətlər quruluşca sadədir. Bəli, sifətlər quruluşca sadədir. 5-ci misradakı sifət mənsubiyyət şəkilçisi qəbul etmişdir. Demək, 5-ci gözəlsiniz. Mənsubiyyət yox, şəxs şəkilçisi qəbul edib. Səhvdir. 1-ci və 2-ci misradakı sifətlər ismin hal şəkilçisi ilə işlənmişdir. 1-cidə A nədir? Yönlü hal şəkilçisidir. Amma 2-ci misradakı sifət hal şəkilçisi qəbul edilməyib. 1-ci misradakı sifət təyin yox, tamamlıqdır. Nümunədəki sifətlərdən biri çoxaltma dərəcəsindədir. Xeyr, burada çoxaltma dərəcəli sifət yoxdur. Demək, cavabımız olmalıdır. A variantı. 29. Nümunədəki sifətlərə aid səhv fikir müəyyən edin. Sifətlərə aid. Səfalı dağların, yaşıl bağların, dərdlərə dəvadır, cənnət güşədir. Çağlayan çayların, buzbulaqların gözəl təbiətdən bir nişanədir. Demək, sifətlərimizin altına sifətlərimizi işarələdik. 3 misrada sifət işlənmişdir. Baxın, demir 3 sifət işlənibdir. 3 misrada sifət işlənibdir. Elə səhv fikir budur. Çünki sifətin ikisi bir misrada işlənib, biri də bir misrada. Cəmi 2 misrada sifət işlənibdir. Mürəkkəb sifət işlənməyib, bəli, düzgün fikirdir. Sifətlərin hamısı adi dərəcədədir, düzgündür. Sifətlərin heç biri ismə aid şəkilçisi qəbul etməyib, bəli, düzgündür. Bütün sifətlər təyin vəzifəsindədir. Necə dağ, səfalı, necə bağ, yaşıl, təbiət, necə təbiət, gözəl təbiət, bəli, bütün sifətlər təyin vəzifəsindədir. Cavabımız A variantıdır. 30. Nümunədəki sifətlərə aid səhv fikri müəyyənləşdirin. Sifətləri ilk öncə seçək. Canındakı, zəhərli, acı, elə bunlar sifətlərdir. Sifətlərin heç biri ismə aid şəkilçi qəbul etməyib. Canındakı, zəhərli, acı, bəli, qəbul etməyib, düzdür. Mürəkkəb sifət işləməyib, bəli, canındakı düzəltmədir, zəhərli düzəltmədir, acı sadədir. Sifətlərdən biri çoxaltma dərəcəsindədir, bəli, ən, sifətin əvvəlində ən ədatı işlənib, çoxaltma dərəcəsi əmələ gəlib, düzdür. Bir düzəltmə sifət işlənibdir, burada bir yox, canındakı və zəhərli 2 dənə düzəltmə sifət işlənib. Demək, cavabımız D variantıdır. Bütün sifətlər təyin vəzifəsindədir. Canındakı dərd, bəli, hansı dərd canındakı? Necə dərd zəhərli? Necə həqiqət, acı həqiqət? Bəli, bütün sifətlər təyin vəzifəsindədir. Cavabımız D variantıdır. 31. Nümunə əsasında klasteri tamamlaya bilən fikirləri müəyyən edin. Yenə sifətləri tapaq. Əziz, istəkli, qanlı, sifətləri qeyd eləmiş olduq. Adi dərəcədədir. Bəli, hər biri adi dərəcədədir. İsmin sualına cavab verən sifət də var. Xeyr, ismin xüsusiyyətini qəbul eləməyiblər və ismin sualına cavab vermirlər. Hamısı quruluşca düzəltmədir. Xeyr, əziz sadədir. İsimdən yaranan sifət var. Qan ismindən qanlı sifət əmələ gəlib. Bəli. Müstəqil cümlə üzvü kimi işlənməyən sifət var. Mənim əziz dostum. Bəli, düzdür. Çünki mənim əziz dostum bu xitabdır. Müstəqil cümlə üzvü kimi işlənmir. Cavabımız 4-5-dir. 32. Nümunədəki sifətlərdən bağlı doğru fikirləri müəyyən edin. Əlvan, şiş, sonra qızılı. Bax, bunlar nədir? Bunlar sifətlərdir.
Nümunədə 3 sifət işlənmişdi. Əlvan, şiş və qızılı. Bu düzdür. Hamısı quruluşuna görə sadədir. Qızılı düzəltmədir. Bu səhvdir. Hamısı rəng bildirir. Şiş məsələn rəng bildirmir. Bu da səhvdir. Hamısı adi dərəcədədir. Düzdür? Hamısı ismi əvəz edir. Baxaq. Əlvan bulut, bəli, ismi əvəz eləyir. Şiş dağ, ismi əvəz eləyir. Qızılı şəfəq, ismi əvəz eləyir. Demək, cavabımız olmalıdır 1, 4 və 5. 33. Nümunədəki sifətlərlə bağlı doğru fikirləri müəyyən edin. Neçə yoxuşlu, yallı, qızıl quşlu, marallı, qarağatlı, zoğallı, şamlı, qovaqlı yollar. Bütün misralarda düzəltmə sifət işlənmişdi. Bəli, hamısında var. Düzdür bu. Bizdən düzlərimi istəyir, yoxsa səhvlərimi düzlər istəyir? Düzdür. Sifətlərdən biri feildən düzəlmişdi. Xeyr, burada feildən düzələn yoxdur. Sifətlər adi dərəcədədir. Bəli, hamısı adi dərəcədədir. Bütün sifətlər həmzi təyin vəzifəsindədir. Bəli, yollar, necə yollar? Yoxuşlu, yallı, qızıl quşlu, marallı, qarağatlı, zoğallı, şamlı, qovaqlı hamısı həmzi təyindir. Yəni, eyni suala cavab verirlər, eyni cümlə üzvündən bağlı olurlar. Qızıl quşlu, qarağatlı mürəkkəb sifətlərdir. Qızıl quşlu mürəkkəbdir, amma qarağatlı bu düzəltmədir. Ona görə 5-i götürmürük. Cavabımız 1, 3, 4 olur. 34. Nümunədəki sifətlərlə bağlı doğru fikirləri müəyyən edin. Təpədə boz, kürəkli, çəməndə göy, ətəkli, daş kəsəkli, maraqlı. Sifətlərimiz bunlardır. İndi sifətlərlə bağlı bizdən doğru fikirləri istəyir. 3-cü misrada düzəltmə sifət işlənməmişdi. 3-cü misraya baxaq. Bəli, daş kəsəkli bu nədir? Daş kəsəkli, mürəkkəbdir. Bir düzdür. 1-ci və 2-ci misralarda rəng bildirən sifət işlənmişdi. 1-ci, 2-ci. Boz, göy. Bəli, 1-ci misrada boz, 2-ci misrada göy. Bu da düzdür. Demək, 2-yi də götürürük. Sifətlər adi dərəcədədir. Baxaq, azaltma, çoxaltma varmı? Xeyr, yoxdur. Demək, bu da düzdür. Bütün sifətlər həmziz xəbər vəzifəsindədir. Xəbər vəzifəsində deyildir. Təpədə necə kürəkli, məsələn, boz kürəkli, bəli. Xəbər vəzifəsində deyil. 4-ü çıxaq. 1-ci misrada işlənmiş sifət feildən düzəlmişdir. 1-ci misrada işlənmiş sifət feildən düzəlməyib. Boz sadədir. Kürək ismindən də kürəkli sifəti əmələ gəlibdir. Demək, cavabımız 1, 2, 3 olur. 35. Eyler-Venn diaqramına əsasən doğru fikirləri müəyyən edin. Sifətlər birinci nə deyir? Sifətlər adi və azaltma dərəcəsindədir. Əlində körpəni oynadır qarı, göstərir uzanan dilsiz yolları. Bizə deyir, sifətlər adi və azaltma dərəcəsindədir. Birinci cümlədə körpədən dilsiz adidir, amma burada azaltma dərəcəsi yoxdur. Ona görə biri götürmürük. Həm sadə, həm də düzəltmə sifət işlənmişdir. Körpə sadədir. Dilsiz düzəltmədir. Amma birdən indi o biri cümlədə də eyni hal olar. Ona görə baxaq. Cəsur sadədir. Qorxmaq feilindən qorxaq sifətə əmələ gəlir. Düzəltmədir. Bəli. Ki götürmürük. Ona görə götürmürük ki, ortaq fikir olmalıydı. Tərkibində ismin xüsusiyyətini daşıyan sifət var. Bəli, məsələn, körpəni təsirlik haldadır. Qorxağa yönlük haldadır. Hal şəkilçisi qəbul edibsə, demək ismin xüsusiyyətini daşıyır. 3-ü götürürük. 4. Sifətlər müxtəlif cümlə üzvü vəzifəsində çıxış edir. Əlində oynadır kimi körpəni. Necə yolları göstərir? Dilsiz. Təyindir, tamamlıqdır. Burada necə insan, cəsur insan çevrilə bilər. Kimə? Qorxağa. Bəli, ikisində də müxtəlif cümlə üzvləri vəzifəsində işlənir. İkisində də təyin və tamamlıq vəzifəsində işlənibdir. 3-ü, 4-ü götürək. Daha sonra sifətlərdən biri keyfiyyətin normadan çox olduğunu bildirir. Bəli, burada ən cəsur nədir? Normadan çox olduğunu bildirir. 5-i də götürək.
3, 4, 5. Sifətin quruluşca hər 3 növünə aid nümunə işlənmişdir. Cəsur, sadədir, qorxaq, düzəltmədir, amma mürəkkəb yoxdur. Demək, düzgün cavabımız 3, 4 və 5 olur. 36. Uyğunluğu müəyyən edin. Açıq sözü yerinə görə azaltma burada uyğunlaşdırmalıyıq və bəzi məqamlarda da defis məqsədli olaraq buraxılıbdır. Açıq sözü yerinə görə azaltma dərəcəsi yaradır. Görək harda azaltma dərəcəsi yaradıb. Açıq bənövşəyi, yəni rəng bildirən sifətdən əvvəl artırılır və dərəcə milə gətirir. Başqa açıq pəncərə olmaz, açıq saç olmaz, açıq şabalıdır. Demək, 1-ə yazmalıyıq B və Y. Müstəqil cümlə üzvüdür. Pəncərə, necə pəncərə? Açıq pəncərə. 2-yə A yazırıq. Açıq saç, necə saç? Burada da müstəqildir. 2-yə C yazırıq. Fe'li birləşmənin asıl tərəfi sərvər açıq danışmağı sevərdi. Sevərdi kim sərvər? Nəyi? Açıq danışmağı. Danışmaq məstərdir. Açıq sözünü də özünə tabe eləyibdir. 3-ə də D yazırıq. Demək, 1-ə B, Y, 2-yə A, C, 3-ə də D yazmış oluruq. 37. Uyğunluğu müəyyən edin. Sifət mübtəda vəzifəsindədir, sifət tamamlıq vəzifəsindədir, sifət təyin vəzifəsindədir. Palataya köçürülən xəstəni, kimi sualını veririksə, bu nədir? Tamamlıq vəzifəsindədir. 2-yə yazırıq A. İncidir tənbəli. Kimi incidir tənbəli? Tənbəl sifətdir. Demək, 2-yə yazırıq həmçinin B. 2-yə A, B yazırıq. Kasıb arpa tapar. Arpa tapar. Kim kasıb? Kasıb sifətdir. Kim sualını verdi mübtəda vəzifəsindədir. 1-ə C yazırıq. Bu qoca dünyanın. Dünya hansı dünya? Qoca dünya. Qoca sifətli təyin vəzifəsindədir. 3-ə D yazırıq. Dadsız şorba. Necə şorba? Dadsız şorba. Yenə təyin vəzifəsindədir. 3-ə Y yazırıq. Demək, 1-ə C, 2-yə A, B, 3-ə də D, Y yazmış oluruq. Bugünkü test izahımız bu qədər. Sağ olun, növbəti izahlarda görüşərik.